İşin əvvəli və başlığı Allah Subhanahu Taala'dan qorxmaqdır. Bu həm kitabla və həmçinin sünnə ilə bizlərə əmr olunur. Allah bizlərə və bizdən əvvəlkilərə əmr edin, özündən qorxmağı, təqvalı olmağı və həmçinin Muhammed sallallahu aleyhi və səlləm öz hədislərində sahabələrinə və onların simasında bütün ümmətə Allahdan qorxmağı, təqvalı olmağı əmr edir. Harda olursan ol, Allahdan qorx deyib Muhammed sallallahu aleyhi və səlləm. Və həmçinin bu içərisində olduğumuz aya baxdığımız zaman, Ramazan ayına diqqət elədiyimiz zaman qardaşlar və həmçinin üzərimizə vacib olan bu orucun səbəbləri və məqsədlərini incələdiyimiz zaman görürsən ki, sonluq olaraq Allah Azze və Cəllədən qorxmaq, təqvalı olmağa gətirib çıxardır. Çünki bütün əməllərin sonu, əvvəli və sonu təqvalı olmaqdır. Allah üçün yaşamaq, Allah üçün ibadətləri eləmək. Allah Azze və Cəllə Quran-Kərimdə oruc ibadətini bizlərə əmr etdiyini dediyi zaman iman sifəti ilə müraciət edir. Ya eyyuhəl-ləzīnə əmənu, ey iman edənlər. Buradan bir işarə var. Ayədə bildirilmək istədiyi və hər bir insanın başa düşməsi lazım olan məsələ odur ki, insanın oruç tutması qarnının ac qalması ilə və ya ciyərinin susuz qalması ilə olmur. Oruc qarınla və ciyərlə tutulmur, qardaşlar. Oruc insanın qəlbi ilə olur. Oruc insanın qəlbi ilə olur. Onun üçün Allah Azze və Cəllə iman sifəti ilə insanlara müraciət edir. Ey iman edənlər! Ey iman edənlər! Məsələ insanın və həmçinin məsələ insanın yeməyini və içməsini tərk etməsi deyil. Məsələ insanın təqvalı olması, Allahdan qorxması və günahları tərk eləməsidir. Allah Subhanahu Taala bizdən yeməyimizin və içməyimizin tərk olunmasını yalnız bizim az qalmamız üçün istəməyib. Yalnız bizim az qalmamız üçün istəməyib. Necə ki, hədislərdə Muhammed sallallahu aleyhi ve sellem deyir ki, kim yalan sözü, yalanı, yalan şəhadəti tərk etməsə, Allahın onun ac qalmasına və ya susuz qalmasına ehtiyacı yoxdur. Əgər vallahi ki, bunu biz həyatımıza tətbiq eləsək, doğru düzgün bunu yaşasaq və bilsək ki, varlıq səbəbin Allah üçündür. Var olma səbəbin, yaradılman Allah üçündür. Allah Azze və Cəllə səni yaratdığı zaman, hər bir kəsi dünyada var etdiyi zaman, Rasullar göndərdiyi zaman, kitablar endirdiyi zaman, onlara bu bəlağı, Quran-ı Kərimi, Risaləni çatdırdığı zaman وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ buyurdu. Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yarattım. Varlıq səbəbi budur. Varlıq səbəbi budur. Və səndən dünyada olarkən tələb olunan və əmr olunan bütün ibadətlər, bütün əməllər yalnız və yalnız bu iş üçündür. Quran-Kərimə diqqətlə sön. Allahın Quran-ı Kərimdə surələrin düzülüşü olaraq ilk nida, ilk çağırış, insanları çağırışı ona ibadətdir. Ya eyyuhən-nəs. İlk çağırışdır, qardaşlar, Quran-Kərimdə. Ey insanlar, u'budu rabbakum. Sizin öz Rəbbinizə ibadət edin. Rəbbinizə ibadət edin. Və həmçinin, qardaşlar, Ramazan orucuna diqqətlə sön. Allah Azze və Cəllə bizə bunu əmr elədiyi zaman Ya eyyuhəl-ləzīnə əmənu. Ey iman edənlər, kutibə aleykumus-siyam. Sizə oruc vacib edildi. Kəmə kutibə aləl-ləzīnə min qablikum. Necə ki, sizdən əvvəlkilərə vacib edilmişdir deyərək bizə xatırladı. Alimlər deyirlər ki, qardaşlar, bu ayədə bir rahatlıq var. Bu ayənin möminlər tərəfindən qəbul edilməsində və orucun tutulmasında insanlar üçün heç bir çətinlik yoxdur. Çünki biz dedik ki, qardaşlar, oruc işi qəlbin işidir. Oruc işi qəlbin işidir. Ciyərin və qarnın işi deyil. Və həmçinin insan bildiyi zaman ki, bu orucun tutulması yalnız sənin adətin deyil. Bu, səndən əvvəlki salihlərin də adətidir. Kəmə kutibə aləl-ləzīnə min qablikum. Necə ki, bu oruc sizdən əvvəlkilərə vacib edilmişdir, Allah Azze və Cəllə deyir. Burada insan üçün bir rahatlıq var ki, yəni bu əmri yerinə yetirən tək sən deyilsən və sənin iqtida elədiyin, yolunla getdiyin
digər möminlərdir ki, hansı ki, onlar da Allaha bu şəkildə ibadət edirdilər. Və sonuc nədir, qardaşlar? Bu əmrin sonunda لَعَلَّكُمْ تَتَّقُونَ ola bilsin ki, siz qorxasınız, təqvalı olasınız. Məqsəd budur. İbadətlərin sonuc olaraq, necə ki, əvvəlkilər oruç tutdular, Allahdan qorxdular, ibadətlərin üzərində layiqincə durdular, Allahın bildilər, bellərinin harada büküləcəyini, dizlərinin harada yerə qoyulacağını, kimin qarşısında başın əyiləcəyini dərk elədilər. Eyni şəkildə də sənə bu əmr olunur. Eyni şəkildə də sənə müraciət olunur. Və yalnız bu ibadətlərin olması və ya təqvanın yerində durması və ya insanın səxavətli olması və ya hər hansısa bir işində insanlarla gözəl davranması və ya orucam deyə dilinin qoruması, əlinin qoruması, ayaqlarının pis yerdən qorunması bu yalnız Ramazan ayında olmalı deyil, qardaşlar. Çünki Allah bizim Ramazanda da Rəbbimizdir və digər aylarda da Allah Azze və Cəllə bizim Rəbbimizdir. Allah Subhanahu wa Ta'ala Ramazanda da bizi görür. Ondan başqa bir vaxtlarda da görür. Allah qeybi də bilir, aşkarı da bilir. Ramazanda olanları da bilir. Ondan qeyri vaxt olanları da bilir, qardaşlar. Onun üçün bax, İbn-i Hüseymin rahiməhullah, Allah ona rəhmət etsin. Böyük İslam alimimiz, fəqihimiz, zamanının Şeyxülislamı Səhih Buxarini keçdiyi zaman orada tibb kitabı var. Tibb kitabının şərhin etdiyi zaman ondan soruşurlar. Ona deyirlər ki, ey şeyx, nə üçün Quran-ı Kərimdə tibb bölümü yoxdur? Nə üçün Quran-ı Kərimdə hər hansısa bir xəstəliyinmi və ya hər hansısa bir şeyin müalicəsimi, nə üçün Quran-ı Kərimdə tibb bölümü yoxdur? Tibbə aid bir bölüm yoxdur. Şeyx İbn Hüseymin rahmehullah bilirsən nə deyir? Deyir ki, onun üçün yoxdur ki, çünki Quran-ı Kərim bütünlükdə birinci hərfindən sonuncusuna qədər şəfadır. Orada hansısa bir bölüm açılmasına ehtiyac yoxdur. Çünki Quran bütünlükdə şəfadır. Quran bütünlükdə şəfadır. Qardaşlar, Quran-ı Kərimdə bizdən əvvəlkilərin xəbəri, bizdən sonranın xəbəri var. Və içimizdə olanların və vaxtımızın əmri var, hökmləri var, qaydaları var, əmrləri var. Quran-ı Kərimdə Allah Azze və Cəllə bizlərə nəyin xəstəlik olduğunu bəyan edib. Və Quran-ı Kərimdə Allah Subhanahu wa Ta'ala bizim nə ilə müalicə olunacağımızda deyib. İnsanlara imtihan nə zaman asan gəlir bilirsən mi? İnsan üçün imtihan gedib hər hansısa bir yerdə imtihan verməsi hansı vaxt asan da olur dərk edirsən mi? Bilirsən mi hansı vaxt olur? İmtihan insan üçün o zaman asan da olur ki, qardaşlar, sual verilmədən öncə sənə sualın cavabı verilir. Allah Azze və Cəllə, qardaşlar, öz danışdığı sözləri, danışılmış sözlərin ən üstünlüğü Quran-ı Kərimi cavabları bizə göndərir. Risalə göndərir bizə. Danışdığı sözləri göndərir. O sözləri bizə Rasulları çatdırır. Və sən şərəflənmisən Muhammed sallallahu aleyhi və səlləmin ümmətindən olmaqla. Allah səni Muhammed sallallahu aleyhi və səlləmin ümmətindən eləyir. Torpağa ayaq basmışların, bu göyün altında gəzmişlərin ən üstünü olan Muhammed sallallahu aleyhi və səlləmə sən ümmətsən. Sən onun ümmətisən. Və sənə cavablar gəlir. Sənə veriləcək suallar var. Və o sualları artıq sən cavabların bilirsən, o imtihan asan da olacaq sənin üçün. Əgər sən o sualların tələblərini yerinə yetirəcəksənsə. Sələflərdən biri bir qoca kişi ilə rastlaşır. Deyir, neçə yaşın var? Deyir, 60 yaşın var. Deyir ki, sən subhanallah 60 ildə Allaha tərəf mi gedirsən? Və kişi deyir ki, inna lillahi və inna ileyhi raciun. Şübhəsiz ki, biz Allah'ını və Allaha da dönəcəyik. Ondan soruşur ki, sən bu dediyin sözlərin mənasını bilirsənmi? Allah'ın olmaq nə deməkdir, başa düşürsənmi? Ona qayıtmaq nədir, onu dərk edirsənmi? Və deyir ki, kim ona qayıdacağını bilirsə, ikinci biləcəyi və onun bilməsi vacib olan odur ki, o qayıtdığı zaman ona suallar veriləcək. O qayıtdığı zaman ondan soruşulacaq, ona deyinəcək. Allah Azze və Cəllə tək-tək, heç bir tərcüməsi olmadan hər bir kəsi öz önündə, öz qarşısına dikərək soruşacaq, onlara xatırlanacaq. Alimlər deyirlər ki, qardaşlar,
sələf alimlərinə baxanda, onlara diqqət eləyəndə, görürsən ki, onlar nəinki günah etməkdən, edilmiş günahdan tövbə etdikdən sonra belə o günaha görə hönkür-hönkür ağlayardılar. Adamlar tövbə eləyib, Allahdan bağışlanma diləyib. Ya Rabbi, filan vaxtı filan işi görmüşəm, sana asi olmuşam və səni Rəbb olaraq, məni yaradan olaraq, ilahım olaraq mən bildim və tanıdım, sənə döndüm, sənə qayıtdım. Tövbə eləyirəm, bağışla məni. Deyir ki, insanlar tövbə eləsə belə, qardaşlar, o günah bağışlansa belə, səhifələrdən silinməz. Sənin üçün səhifələr var. O səhifələrdən o günahlar silinməyəcək, qardaşlar. Qiyamət günü Allahın qarşısında insan durduğu zaman o günahlar orada ona xatırlanacaq. Filan vaxt və filan zaman bunu etdinmi? Allah soruşacaq. Sələflər bunun nəyini ağlayırlar, bilirsənmi? Deyir ki, vallahi Allahdan həya olaraq bəs edər o günahın orada olması. Allah soruşanda ki, bunu etdinmi? Yox deyə bilməyəsən. Başqa cavab verə bilməyəsən. İnkar edə bilməyəsən. İnkar edənlərin, qardaşlar, ağızları bağlanıb bədənləri danışacaq. Əlləri, ayaqları danışacaq. Üzərində bəslədikləri, gözəl saxlamaq istədikləri cidləri və dəriləri danışacaq. Və onlar soruşacaq, insan soruşacaq öz bədənindən. Limə şəhidtum aleynə? Niyə bizə şahidlik elədiniz? Niyə mənə qarşı gəldin? Əlinə deyəcək, ayağına deyəcək. Və onlar bir cavab verəcək. Əntəqanallahu ləzi əntəqa kullə şey. Bizi hər bir şeyi dilə gətirib danışdıran Allah danışdırdı. Hətta günahlar bağışlansa belə, tövbə olunsa belə, qardaşlar, sələflər deyirdilər ki, o utanc olaraq, Allahın qarşısında utanc olaraq insana bəs edəcək. Çünki Allah ona deyəcək, ey qulum, axı mən səni görürdüm, axı bilirdim. Allah subhanahu wa ta'ala bilir. Allah subhanahu wa ta'ala görür, qardaşlar. Onun üçün bütün ibadətləri insan elədiyi zaman ən birinci halı Allah üçün olmalıdır. Bizim qardaşlarımızdan biri deyir ki, qardaşlar, çox gözəl bir söz deyir. Deyir ki, fitnələrin çoxaldığı və qəfil ölümlərin artdığı bir günlərdə evdən yalnız Allah üçün çıxın deyir. Fitnələrin artdığı və qəfil ölümlərin deyir, çoxaldığı bir zamanda evdən çölə qoyduğun ilk addım və sonuncu addım Allah üçün olsun. Allah üçün olsun. Və insan elədiyi heç bir şeyi öz üzərində böyük görməsin, qardaşlar. Mən bunu eləmişəm, digəri eləməyib. Mən bunu bacarmışam, digəri bacarmayıb. Mən oruç tuturam, oruçlu bacarmır. Əslən, sən bilmirsən ki, sənin əməlin qabul olunacaq yoxsa yox. Sən elədiyin əməl üçün də Allaha yalvarmalısan. Necə ki, sələflər eləyirdilər. Bax, bu aya yetişmisənmi? Vallahi, sələflərin bu aya yetişməyi istəməsi yalnız gündüz ərzində bir balaca qarnının və qarnının ac olub, ciyərinin susuz qalması üçün deyildi. Əslən, onlar, qardaşlar, bizim oruç tutduğumuz kimi tutmurdular. Onlar belə tutmurdular. Onların sahuru bir xurma, iftarı bir xurma idi, qardaşlar. Sahuru bir xurma, iftarı bir xurma idi. Amma bugün bütün nemətlərin bolluğu içərisində olan bir müsəlman axşam düşməmiş deyir ki, çox zəifləmişəm və ya gücüm çatmır, aça bilərəmmi? Sən düşün günən sahabəni, səhranın ortasında adam orucdur, adam səfərə çıxır, adam elm dalıcan gedir. İbn Ömər radiyallahu anhümə, Allah ondan və atasından razı olsun. Bir çobanla onun hadisəsi var, qissəsi var, qardaşlar. Çobanla İbn Ömər'in hadisəsi. Dedik ki, qardaşlar, insan hər bir zaman əməlini Allah üçün etməli. Hər bir zaman ixlaslı olmasını istəməlidir. Və kiməsə özünü göstərməməlidir. Çünki Allah, qardaşlar, gizlində olanın tamını bilir. Aşkarda olanın da tamını bilir. Gecənin zülmətində olanı da bilir. Gündüzün ışığında olanı da bilir. Göydə olanı da bilir. Yerdə olanı da bilir. Dənizin, dəryanın dibində olanı da bilir. İbn Ömər radiyallahu anh öz tələbələri ilə, dostları ilə
bir gün səfərə Mədinədən kənara çıxır qardaşlar. İstirahət üçün, dincəlmək üçün kənara çıxır. Bunlar süfrələrin qururlar və otururlar. Yanlarından bir çoban keçir. Yanlarından bir çoban keçir. Və o çobanın süfrəsinə dəvət edir. Deyir ki, gəl bizimlə otur. Bizimlə çörək ye. Çoban deyir ki, mən orucam. Çoban deyir ki, mən orucam. İbn Ömər radiyallahu anhuma, Allah ondan və atasından razı olsun, düşünür ki, ola bilsin ki, bu çoban bizlərə özünü göstərir. Yəni, adam görüb ki, bu adamlar zəngindir. Bunların yanında bəlkə də özünü göstərir. Aydındır mı? Çünki bu qəribədir, qardaşlar. Tək, heç bir insanın olmadığı bir səhrada, kimsənin onu görmədiyi bir yerdə, istinin altında, Mədinənin istisində, kölgəliyin olmadığı bir düzəndə, qoyunların ardınca düşüb, susuz bir çöldə adam orucdur. İbn Ömər ona deyir ki, və onu imtihan etmək istəyir. Deyir ki, o zaman bu qoyunlardan bizə sat. Bu qoyunlardan bizə sat. Biz yeyək. Onların ətindən sənə də verək, iftar edərsən. Çoban deyir ki, bu qoyunlar mənim deyil, mənim ağamındır, sahibimindir. Bu qoyunlar mənim deyil. Bunların sahibi var. İbn Ömər radiyallahu anh ona deyir ki, sən bunu bizə satsan, pulunu cibinə qoysan, özünə götürsən və gecə qayıtdığın zaman öz sahibinə qoyunu canavar parçaladı və yedi desən, nə olacaq? Adam imtihandadır. Adam bilmir ki, bu İbn Ömərdir. Adam bilmir ki, onu hesaba çəkən kimdir, soruşan kimdir. Aydındır mı, qardaşlar? Lakin adam ixlaslıdır. Adam ixlaslıdır. Allahın onun üzərində muraqib olmasını biləndir. İbn Ömər'in bu sözünü eşitdiyi zaman deyir, çoban deyir, yerindən deyir, diş durdu və qaçmağa başladı və barmağını qaldırdı. Əgər deyir, ağam bilməsə, Allah bilməzmi? Bəs o zaman fəəyn Allah deyir. Bəs kimsə bilməsə, Allah hardadır, o bilməzmi? Allah biləcək, Allah görür. Və çoban deyir, o məclisdən deyir, elə bir şəkildə qaçdı ki deyir. Və təkrarladı. Bəs Allah bilməzmi? Bəs Allah görməzmi? Bu sözləri deyir, təkrarlayaraq deyir, çoban qaçdı deyir. Artıq İbn Ömər'in radiyallahu anhümənin məclisi bitib, qardaşlar. İbn Ömər radiyallahu anhümə öz dostlarına deyir ki, artıq məclisi dağıdın. Miniyinə minir. Mədinəyə qaydana qədər İbn Ömər radiyallahu anhümə deyir ki, düz Mədinəyə qayıtdığı zamana qədər dəvənin üzərində ağlayaraq deyirdi ki, çoban dedi ki, bəs Allah bilməzmi? Çoban dedi ki, bəs Allah görməzmi? Fəəynəllah. Çoban dedi ki, bəs Allah hardadır, o bilməzmi? Ağlayaraq düz Mədinəyə qayıdır. Ravi deyir ki, qissəni rəvayət edən deyir ki, bu halı və hadisəni rəvayət edən deyir ki, İbn Ömər radiyallahu anhümə Mədinəyə döndükdən sonra həmin çobanın sahibini tapır və çobanı azad edir, köləlikdən azad edir və o qoyunları da alaraq çobana verir, çobana bağışlayır. İbn Qayyim rahmehullah deyir ki, qardaşlar, insanın dünyada ixlaslı olması, əməlini Allah üçün etməsi, onu həm dünyada alçalmadan, rəzillikdən və dünyada insanları qul olmaqdan qurtarar. Və arzu edirəm ki, deyir, o çoban ahirətdə də qurtular. İnsanın ixlaslı olması, əməlini Allah üçün etməsi. Lakin yenə də bu əməli böyük görməməsi, qardaşlar. Yenə də bu əməli böyük görməməsi. Əhməd ibn Həmbəl, İmam Əhl-i-Sünnə. Əhl-i-Sünnənin imamı Əhməd ibn Həmbəl, rahiməhullah. Ona deyirlər ki, sənin bu böyüklükdə elmin var. Sən elmlisən. Sən bunları, bu kitabları yazmağı, bu hədisləri danışmağı, insanları öyrətməyi Allah üçün mü etdin?
Bunlardan ixlaslı mı oldun? Allah üçün mü etdin? İmam Əhməd, İmam Əhl-i Sünnə deyir ki, qardaşlar, فَأَمَّا لِلَّهِ فَعَزِيزِ Amma deyirsiniz, Allah üçün deyirsiniz, ha, bu böyükdür. Bu kiçik iş deyil, deyir. Adam demir ki, bəli, mən bunu Allah üçün eləmişəm. Aydındır mı? Adam qorxur. Deyir ki, sizin Allah üçün dediyiniz sözünüz var, ha, bu böyükdür, bu balaca iş deyil. Mən deyim ki, mən bunu Allah üçün etdim. وَلَكِنْ deyir, bu elə bir şeydir ki, حُبِّبَ اِلَيَّ Bu mənə sevdirildi və mən də bunu etdim. Allah bunu mənə sevdirdi və mən də bunu etdim. Quran-ı Kərimə baxdığımız zaman, qardaşlar, bayaq qeyd etdik ki, Allah Əzzə və Cəllə bizə xəstəlikləri də deyir və həmçinin ondan şəfanı da deyir. Vallahi, qardaşlar, vallahi, biz həyatımıza kitabı və sünnəni doğru düzgün tətbiq eləsək, nə təkimizdə, nə cəmmizdə, nə cəmiyyətimizdə, nə millətimizdə, nə elimizdə, nə obamızda, nə kəndimizdə, nə qəsəbəmizdə, nə şəhərimizdə heç bir yerdə bir problem olmaz, qardaşlar. Bax, Allah Əzzə və Cəllə insanlar haqqında pis zəndə olmağı bizə qadağan edir. Zənnin çoxu günahdır. Kiminsə qardaşı haqqında pis zəndə olması, pis düşüncələrə qapılması, pis zənlərə getməsi qadağandır. Hətta o qardaşın bütün hərəkətləri bunu səndən tələb etsəmi, hətta o qardaşların dediyi və etdikləri pis zənin ən pisini səndən tələb etsə belə, qardaşlar, biz pis zənni özümüzə yaxın buraxmamalıyıq. Quran-ı Kərimdə Allah Azə və Cəllə zənnin əksəriyyətinin günah olduğunu deyir. Və o zəndən sonra daha böyük günahın gəldiyini deyir. Zən varsa qeybət gələcək. Qeybət varsa insanın ölmüş qardaşının ətini yemiş qədər bir murdar işin baş verməsi vardır, qardaşlar. Abdurrahman İbn Avf radiyallahu oğlu Talha rahiməhullah deyir ki, Qureyşin ən zənginlərindən olur, qardaşlar. Talha İbn Abdurrahman İbn Avf Qureyşin zənginlərindən olur. Və bu insan bəzi hallarda malı əlindən çıxır. Bəzi hallarda kasıblayır adam. Bunun zövcəsi, həyat yoldaşı, arvadı buna deyir ki, vallahi deyir, sənin qardaşlarından pis bir qardaşlar, sənin dostlarından pis bir dostlar mən görmədim deyir. Sənin qardaşların xaindir. Sənin məclisində toplalanlar heç də yaxşı qardaşlar deyil deyir. Çünki deyir, bizim varımız olanda yanımızdadılar. Amma bizdən bir şey əksildiyi zaman mən onlardan birini də olsun görmürəm deyir yanımızda. Bax, qardaşlar, Allah Əzzə və Cəllə bizlərə cənnətə girən bir qövm, bir tayfa haqqında xəbər verdiyi zaman deyir ki, onlar elə bir kəslər olacaqlar ki, cənnətə girənlər. وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ Onların sinələrindən bir-birinə qarşı olan kinlərini, nifrətlərini çıxartdıq. Və kim dünyada olarkən qardaşları haqqında pis zənlərdə olmazsa, qardaşlar, eyni ilə cənnət əhlinin siması onlarda olar. Qadın deyir ki, sənin qardaşların heç də yaxşı qardaşlar deyil. Varlığımız zamanında yanımızdadılar. Və bizim bir əksiyimiz olduğu zaman bizdən gen gəzərlər. Lakin Talha radiyallahu anh'ın zənni bu idi mi? Onun zənni bu deyildi qardaşların haqqında. Deyir ki, öz zövcəsinə deyir ki, ona gözəl zənn etməyi, niyyətin saflığını, qəlbin təmizliyini öyrətmək üçün deyir ki, vallahi deyir, mənim o qardaşlarım ən əxlaqlı, ən hörmətli, ən səxavətli və ən kərim sifətə malik olan qardaşlardır. Mənim bir şeyim olduğu zaman onlar mənə yaxın gələr. Onlar bilir ki, mən onlara ikram edə biləcəm. Lakin malım olmadığı zaman məni utandırmaq istəmirlər. Bilirlər ki, mən onlara ikram edə bilməyəcəm. Onun üçün məni utandırmır və aralı gelir. Talha rahiməhullah qardaşlar bilirdi ki, bu əslən elə deyil. Yəni. Aydındır mı? Onlar istifadə üçün yanındaydılar.
Lakin adamın onlar haqqında zənni nə idi? Onları təmizə çıxardırdı. Qardaşları haqqında görünən və zahir olan pis fikirlər olsa belə, pis zənlər olsa belə, onu qardaşına yaraşdırmırdı. Onu qardaşına yaraşdırmırdı. Çünki onlar kitab və sünnə ilə tərbiyə olunmuşlar. Kitab və sünnənin üzərində yetişmişlər. İstər Ramazanın, istər digər ayların bizdən tələb etdiklərinin üzərində tərbiyə olunmuşlar, qardaşlar. İstər digər ayların bizdən tələb etdikləri üzərində tərbiyə olunmuşlar. İnsanları, qardaşlar, və həmçinin Allahdan yayındıran bir böyük məsələ var. Onu da qeyd edim Allahın izni ilə. Hasan-ül Basri rahmehullah deyir ki, qardaşlar, insanları dünyada həlakə sürükləyən, onları müsibətlərə aparan bir şey vardır ki, hər bir kəs çalışmalıdır ki, ondan uzaq olsun. İnsanın boş arzu və istəkləri, kam xəyalları, insanın boş arzu və istəkləri, kam xəyalları, əlində olmayanı arzu etməkləri. Bu elə bir işdir ki, deyir. Bunu edənləri deyir, sonuçda deyir, arzularıyla yaşayan görərsən. Malı olmayan malı olmasını istəyir, evi olmayan evi olmasını, miniyi olmayan miniyi olmasını, səfərə gedə bilməyən səfərə getməsini, arzularıyla yaşayır, günü ilə yaşamır. Lakin bizə əmr olunan, arzu etmə, əməl etdir. Aydındırmı? Arzu sənə, istək sənə, istəklər uzaqdır, qardaşlar, insana yaxın olanı çatacaq hər bir şeydən. Muhammed sallallahu aleyhi və səlləm sahabələri ilə oturduğu zaman yerdə torpağın üzərində iki xət çəkir. Birini çox yaxından çəkir, birini çox uzaqdan çəkir, qardaşlar. Uzaqdan çəkdiyinin adına deyir ki, bu insanların arzu və istəkləridir, xam xəyallarıdır, düşüncələrə, dünyanın ardınca getmələrə qapılmasıdır. Əlində olmayanları istək edib, arzu edib, dalıcan düşüb, özünü həlak etməsidir. Və yaxında çəkdiyi xətti göstərir və deyir ki, bu da onun ölümüdür. Ona deyir, yaxın olanı daha tez çatar. O, arzu və istəklərinə çatmadan. İnsanın arzu etməsi bilirsən niyə bənzəyir, qardaşlar? Alimlər deyir ki, insanın əməl etmədən arzu etməsi dəbərən və yerində yellənən bir kürsüyə bənzəyir. Kresloya. Yerində yellənən kresloya. Hərəkət edər, amma irəli getməz. Hərəkət edər, amma irəli getməz. İnsanın arzuları onu önə aparmaz. Sahabələr, qardaşlar, arzu etməzlər, əməl edərlər. Və Allahın onlardan qəbul edəcəyi ən yaxşısı və ən ixlaslısı olur. Ən yaxşısı və ən ixlaslısı olur. Hasan-ül Basri rahmehullah deyir ki, insanları həlak edən onların xam xəyalları və arzularıdır. Onlar elə bir dəstə, elə bir tayfadırlar ki, dünyadan bir əməl etmədən belə çıxarlar. Dünyadan bir əməl etmədən belə çıxarlar. Və bugün biz hər birimiz, qardaşlar, fürsət deyalım. Vallahi, Allah Azze və Cəllə bizim üçün böyük fürsətlər verir. Neçə-neçə qardaşlar var ki, Ramazana çıxmadı. Neçələri var, çıxdı, lakin ibadətlə girə bilmədi, yaxın dura bilmədi. Aydındırmı? İstər dünya fitnəsi olsun, istər digər fitnələr olsun, onu Allahdan yayındırdı. Onu Allahdan yayındırdı. Onun üçün, əgər sən bu aya yetişmisənsə və sən sağsansa və bu aydan çıxacaqsansa, hər bir zaman bil ki, qardaşlar, bizim hər ayımız, hər günümüz Ramazan olmalıdır. Bizim hər gecəmiz Qədir gecəsini axtarırmış kimi ibadət olmalıdır. Çünki insan bilmir ki, Allahın razılığı nəydədir? Allahın razılığı nəydədir? Allah Azze və Cəllə, qardaşlar, iki şeydə gizlədir. Öz razılığını əməllərdə gizlədir. İnsan bilməz ki, Allahın razılığı hansı əməldədir? Və öz salih qullarını, övliyalarını insanların içərisində gizlədir. Kimsə bilməz ki, Allahın övliyası kimdir? Kimsə bilməz ki, Allahın övliyası kimdir? Onun üçün kiçik əməl olsa belə onu təhqir etmə. Onu həqir görmə, kiçik görmə. Əməl et. Səndən tələb olunan
hansısa bir əməlin kiçik görülməsi deyil. Bəzən qardaşlar, təəccüblü olan şeylərdən biri budur ki, insanlar bir əmr gəldiyi zaman, ondan Allahın şəriəti ona çatdırıldığı zaman, hökmlər deyildiyi zaman, səndən təfsilata gedər. Bu fərzdirmi? Rükundurmu? Vacibdirmi? Yoxsa sünnədirmi? Vallahi billahi qardaşlar, bu ayıbdır və böyük ayıbdır. Vallahi ayıbdır. Sənə sünnə desə eləməyəsən mi? Yəni Allah Rasulü öz sünnəsini qoydu ki, Muhammed ümmətindən gələn, özünə əhl-i sünnə deyən və mən sünnət əhlindənəm deyən o sünnəti eləməsinlər. Yəni sünnətlər bunun üçün mü qoyurlar? Sünnət qoyuldu ki, əhl-i sünnə eləməsinlər. Vallahi ayıbdır. Və sən bir anlıq zənn elə. Nə düşünürsən? Allah Rasulunun zamanında olsaydın və o sənə əmrləri versəydi, sən cürət edib ona deyə bilərdinmi ki, ey Allahın elçisi, bu vacibdir. Desəydi sünnədə eləməyəcəkdim. Bu mənim sünnətimdir. Eləməyəcəkdim. Vallahi ayıbdır və böyük ayıbdır. Və sonluq olaraq Ayşə anamızın bizə rəvayət elədiyi bir hədislə bitirim qardaşlar. Ayşə anamız deyir ki, və hər yerlərdə qardaşlarımıza xatırlatdığım bir hədisdir. Ayşə radiyallahu anhə, möminlərin anası və yalnız möminlərin anası olan Ayşə anamız deyir ki, bir gün Muhammed sallallahu aleyhi və səlləmin halının gözəl, əhvalının ən tam gözəl bir şəkildə olduğunu gördüm deyir. Və fürsət bu fürsətli dedim. Və dedim ki, ey Allahın elçisi, mənim üçün dua et. Allaha mənim üçün dua et. Muhammed sallallahu aleyhi ve sellem dedi ki, Allahım, Ayşənin keçmiş və gələcək günahlarını bağışla, onun dərəcələrini artır, onu yüksəlt və onu əff et. Ayşə anamız deyir ki, Allah Rasulunun duasından o qədər xoşlandım ki, deyir, o qədər sevdim ki, özümü saxlaya bilmədim, deyir. Başımı meyl edərək Allah Rasulunun sinəsinə qoydum, deyir. Və Muhammed sallallahu aleyhi ve sellem soruşdu ki, ey Ayşə, mənim bu duam səni sevindirdi mi? Bu duamdan xoş mu oldu? Ayşə anamız deyir ki, necə də bu duamdan sevinməyim, ey Allahın elçisi. Necə də gözəl bir duadır. Qardaşlar, kim istəməz ki, bu dua onun üçün olsun? Kim istəməz? Muhammed sallallahu aleyhi ve sellem bilirsənmi nə deyir? Ey əhl-i sünnə, sünnət əhli, sünnəti vacibdən fərqləndirmə, Allahdan qol. Sünnət əhli, Muhammed sallallahu aleyhi ve sellem deyir ki, ey Ayşə, vallahi, and içir əxilər, and içir Muhammed sallallahu aleyhi ve sellem, deyir ki, vallahi, hər namazımda, səcdəmdə, ümmətim üçün elədiyim duadır, deyir. Hər namazımda, səcdəmdə, ümmətim üçün elədiyim duadır. Və sən əhl-i sünnə, bu sünnədir, bunu eləmirəm. Vallahi, yəni adam utanar. Yəni bu hədisləri eşitdikdən sonra da utanmayasın. Adamın həyası olmazmı? Sən özü nisbət elədiyin ad, vallahi ən şərəfli insanlardan birisən. Kimin və kimin dediyini yox, Muhammedin sallallahu aleyhi və səlləmin dediklərini edirsən. Sənin üçün, təkin üçün, fərdin üçün, cəmiyyətin üçün, toplumun üçün, hər bir kəs üçün xeyirli olan bir işləri edirsən. Hər bir kəs üçün xeyirli olanı edirsən. Vallahi Allah Rasulü xeyirli olandan başqasını göstərmədi. Xeyirlərdən başqasına yönətmədi. Xeyirlərdən başqasına irşad eləmədi. Yalnız hansı şey ki Allah'a yaxınlaşdıracaq. Yalnız hansı şeylə ki sən bağışlanacaqsan, Allahın rəhmətinə qovuşacaqsan, cənnətə girəcəksən, Rəbbi görəcəksən, Allah Azza və Cəlləyə baxarsan, Muhammed sallallahu aleyhi ve sellem onu sənə öyrətdi. Qulum mənə nafilələrlə o qədər yaxınlaşar ki, mən onu sevərəm. Qardaş, sünnələrlə Allahın səni sevməsini istəyirsənmi? Qul in kuntum tuhibbunallah. De ki, əgər siz Allah'ı sevirsinizsə, fəttəbi'uni, mənə tabi olun. Muhammedə sallallahu aleyhi və səlləmə tabi olun. Yuhbibkumullah. O zaman da Allah sizi sevəcək. Allah SWT
bizləri, ibadətlərimizi qəbul etsin, qardaşlar. Allah Subhanahu bizi ona baxan və onu görən qullarından etsin. Bizi cənnətlə Allah Subhanahu mükafatlandırsın. Bizə öz geniş cənnətindən nəsib etsin, qardaşlar, və bizi oranın sakinlərini etsin. Sallallahu aleyhi və səlləm Muhammed və alə alihi və sahbihi və səlləm.